Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin vel akibetu littegva vel yakin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Habibina habibi ilahil alemin. Ebil Qasim Muhammed sallallahu aleyhi ve aleyh. Teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyavmi yevmiddin. أما بعد قال الله تعالى في كتاب الكريم بسم الله الرحمن الرحيم الحج أشهر معلومات فمن فرز فهن الحج فلا ربس ولا فسوق ولا جدال في الحج فما تفعلوا من خير يعلمه الله وتزودوا فإن خير الزاد التقوى وتقواني يا أولو الألباب صدق الله العلي العظيم. Allah Teala bugünkü günü, cümə gününü bütün müminlərə, müsəlmanlara mübarək eləsin. Allah Teala ibadət, itaat, dualarımız, hacətlərimizi qəbul eləsin. Allah müşküllərimizi həll eləsin inşallah. Allah Teala xəstələrimizə, xüsusən nəzərdə olan xəstələr var və xüsusən qazilərimizə şəfa inayət eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Bugünkü günlər Zilhiccə ayıdır bildiyimiz kimi. Bu Zilhiccə ayı haram aylardan sayılan bir aydır. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki 4'ten 12 ay qərar vermişəm. Bu 12 aylardan 4'ü haram ay sayılır. Yəni bu ay haram ay ona göre deyilir ki bu aylarda müharibə eləmək, döyüş eləmək, fəsad törətmək, cinayət eləmək haram sayılıb. Və bu Zilhiccə ayda həmən haram aylardandır ki, bütün müsəlmanların bir yerə cəm olub Allahın evini, Kəbəsini ziyarət eləməyə cəm olurlar. Quran-ı Kərimdə belə bir ayə var, buyurur ki, və ləyalin əşir, and olsun 10 gecəyə. Bu 10 gecədən məqsəd, alimlərimiz bir neçə təfsir buyurublar, məna buyurublar ki, 10 gecə deyəndə, fikirlər bundan ibarətdir ki, Məhərrəm ayının 10 gecəsi, Ramazan ayının son 10 gecəsi və Zilhiccə ayının da son əvvəl 10 gecəsi, yəni Qurban bayramına qədər Allah Teala buradakı 10 gecəyə and içir. Bu 10 gecələr nəzərdə tutulur. Ona görə bu ayın da xüsusi olaraq ibadət və itaətləri vardır və xüsusi olaraq müsəlmanların həccə getməsi, qurban kəsməsi, həcc ziyarətini, böyük həcc deyilən bir şey vardır ki, bəli, bütün müsəlmanlar ora cəm olub Allahın evini, Kəbəsini ziyarət edirlər, qurbanını kəsirlər. Allah Teala bütün müsəlmanlara, arzusunda olanlara nəsib eləsin inşallah o həcci. Allah Teala həcc barəsində də Quran-ı Kərimdə buyurur ki, həcc ayı məlum olan bir aydır. Yəni, məlum olan aylardan sayılır. Oxuduğum ayə də mənası bundan ibarətdir ki, ziyarəti vacib olan şəxsə həcdə olması, yəni həcdə də ki oldu, orada müəyyən bir əməllər ki vardır, onlardan gərək neynəsin? Əl götürsün. Bir budur ki, Allah Teala Quranda buyurur ki, fəla rəvəsə və la fusuqə və la cidalə fil həcc. Həcdə döyüşlər, cidal eləmək, yaxınlıq eləmək, bu cür şeylər eləmək yasaq buyurulub və buyurur ki, ora getdiyiniz zaman tədarük eləyin, tədarükünüzü görün və ən yaxşı tədarük isə təqvadır. Bu, ağıl sahibləri, ey ağıl sahibləri məndən qorxun. Və axırda buyurur ki, və təqvani ya ulul əlbab, yəni ağıl sahibləri. Burada Allah Teala həccə getməkdə insanların təqvalı olmasını da nişan verir bu ayədə. Və müəyyən olunmuş ki, ayda bu Zilhiccə ayının, bu həccin də müəyyən olunmuş ayını insanlara çatdırır. Ümumiyyətlə, həccin mənası bundan ibarətdir ki, İslam dinində
müqəddəs deyilən bir yerdir. Məsələn, biz hamımız deyirik ki, Allahın evidir. Əslində Allah orada ev tikməyib, Allahın evi orada yoxdur. Sadəcə olaraq oranın müqəddəsliyinə görə nişan verilir ki, Allahın evidir. Və həccin bir mənası da budur ki, insan yəni müqəddəs bir səfər sayılır. Müqəddəs bir səfərə, o ziyarətə həcc deyilir. Yəni Allahın yer üzündə müqəddəs yerləri var, müqəddəs məkanları var. Və hər bir müsəlmanın imanı və qabiliyyəti varsa, ömründə bir dəfə gərək geçsin, neynəsin, o həcci ziyarət eləsin. Mühüm bir, vacib olan bir hökmdür. İsuləddin dinin əsaslarıdır, köküdür. Firuddin babından olan bir şərtlərdən biri də budur ki, həcc hər bir müsəlmana ömründə bir dəfə vacib olur. O vacibat da onda gəlir insanın boynuna ki, onun maddi vəziyyəti və bir də xəstəliyi, sağlamlığı icazə verə ki, o müsəlman geçsin, neynəsin, o həcci yerinə getirsin. İlk bundan ibarətdir ki, həccə gedən adam birinci 5 dənə əməli yerinə getirir. Yəni buna deyirlər həcc-i təməttü. Bu da bundan ibarətdir ki, ehram bağlanılır, təvaf olunur. Təvaf edəndən sonra təvafın namazı var və Səfə və Mərvə dağını səy eləyirsən, qaçırsan və saçını kəsirsən. Bu 5 dənə əməl birinci hissədən ibarətdir. Və hər birinin də xüsusi, özünə məxsus hikmətləri vardır. Məsələn, hamı həccə gedəndə ehram geyirsən. Ehram da budur ki, yəni o insanlar hamısı, istər, yəni sözsüz ki, imkanı, sağlamlığı yol verən adam gedir, o həcci ziyarət edir və imkanlı adamlar. İmkanlı adamlar ki, Allah ki, o bir ehram ki, formada geyirsən, 2 hissədən ibarətdir. Yəni orada kimlərsə varlıdır, kimlərsə kasıbdır. Məsələn, ola bilər kasıb adam olsun, ona ehsan olsun, ehsan edilsin, geçsin, həcci ziyarət eləsin. Və hamısını eyni qaydada Allah Teala insanlara bir mesaj verir ki, ey insanlar, hamınız bu vəziyyətdə, bu ehramda, bir kəfənlə belə deyə, insan əslində kəfənidir o. Gələcəksiniz Allahın huzuruna. İnsanların hamısının təkəbbürlüyünü, loğvalığını, nətədiyən, özünün bəyənməyliyini orada insanlar sanki sındırır, öz ayağının altına atır ki, əlbəttə, nə varsa hamısı o dünyada qalır. Apardığımız bu dənə bu ehramdır ki, bu kəfəndir ki, bizlərin yoldaş olacaq. Təvaf eləmək də 7 dəfə təvaf eləsən, bunlarla işim yox. Və bir də mühüm məsələlərdən biri də budur ki, Allah Teala Həzrəti İbrahim Peyğəmbərə Allahın öz evinin məkanını bəyan edir, göstərir, yerini deyir. Çünki Kəbə həcc mərasimi Adəmdən ta gəlir İbrahim Peyğəmbərdən daha başlanır da. Həzrəti İbrahimə Allah Teala buyurur ki, və izə deməli və izə bəvə ənə lil İbrahimə məkana bəyti ən tuşrik fil şeyən və təhhir bəytiyə littaifinə vəl-qaiminə vəl-raki'il sucud. Allah Teala burada buyurur ki, deyir, bir zaman biz İbrahimə evin yerini, məkanını nişan verdik. Kəbə evini nişan verdik. Və orada buyurur ki, bəla tuşrik bir şeyən, mənə heç bir şeylə şərik qərar verməyin. Şərik qərar vermə, qoşma, evimi deyir, təvaf edənlər, namaza duranlar və rükû səcdə edənlər üçün təmizlə. Allah Teala burada İbrahim Peyğəmbərə bu ayədə buyurur və burada bizə 3 əsas məsələləri bəyan edir. Biri budur ki, məkanın yerini təyin elədi və buyurur ki, 1. Şərik qoşmamaqlığı, ikincisi, deməli, namaz qılmaqlığı və namazın da əsas kökü olan rükû və səcdəni bizə bəyan edir. Çünki namaz 2 hissədən ibarətdir. Bir, Allahın buyurduğu, bir də Peyğəmbərin sünnəti. O namaz ki, Allahın buyurduğudur, o 3 hissədən ibarətdir. Biri qiyamdır, rükûdur, səcdədir. Amma namazın içərisində ki, o zikirlər var, Fatihə surəsini oxuyursan, rükûnun, səcdənin, təşəhhüdün, zikirlərin deyirsən, bunlar hamısı Peyğəmbərin buyurduqlardır, Peyğəmbərin sünnətidir. Allah Teala da bu ki, İbrahim Peyğəmbərə Kəbənin, məkanın yerini deyəndən sonra orada Allaha şərik qoşmamaqlığı, namaz qılmaqlığı, təvaf eləməyi, rükû və səcdə eləməkliyi
o İbrahim Peyğəmbərə buyurur. Sonra İbrahim Peyğəmbərə Allah Teala buyurur ki, və əzini finnasil həccə, insanları həccə dəvət elə. Çağır insanlar gəlsin, həcci ziyarət eləsinlər. Yə'tuka ricalan və ala kulli zamirin yə'tinə min kulli fəccin əmik. Buyurur ki, o həccə ki, insanları dəvət eləyirsən, onlar uzaq bir yoldan gələcəklər. Piyada və arıq dəvələrin vasitəsilə, milikləri ilə gəlib bu həcci ziyarət eləyəcəklər. Burada da Allah Teala bir mesaj verir ki, insanın piyade Allahın huzuruna getməsi, o həcci ziyarət eləməsinin fəziləti miniklə getməyinin fəzilətindən daha üstündür. İndi həccə gedənlər o vaxtı piyada gedənlər də olub da, yer ziyarət edirlər neçə aylarla. Bəli. Və Allah Teala Musa Peyğəmbərə buyurur ki, çağır insanları həccə. İbrahim Peyğəmbər buyurur ki, mən onu nə cür nə səsləyim ki, mənim səsimi eşitsin insanlar. Allah Teala buyurur ki, Əleykəl əzanu və ələyyəl bələğu. Sən səslə, mən sənin səsini onlara çatdıracam. Allah Teala İbrahim Peyğəmbərə buyurur ki, sən narahat olma. Sən çağır insanları, həccə çağır, dəvət elə. Mən sənin səsini bütün insanlara çatdıracağım. Və həcdə də Allah hamımıza qismət eləsin, gedənlər bilir, orada məqam-ı İbrahim var. Ki, İbrahim məqamı. O məqam-ı İbrahim də həmən bu məsələdən ibarətdir ki, Həzrət İbrahim Peyğəmbər o yerdə dayanıb, insanlara həccə dəvət eləyib və dayandığı yer, orada durduğu yer məqam-ı İbrahim deyirlər. Və hədislərdə də buyurur ki, elə ki İbrahim Peyğəmbər insanları həccə dəvət elədi, Allah onların səsini bütün insanlara çatdırdı. Hətta buyurur ki, Peyğəmbər salavatllardan, digər imamlardan da hədis var, buyurur ki, bir ana bətnində və kişinin sülbündə olanlar da belə İbrahim Peyğəmbərin səsini eşitdi. Elə dünyaya gəlməmişdən Allah o insanı, o gələn dünyaya gələnin də qulağına İbrahim Peyğəmbərin səsini çatdırdı. Allahın izni olan belə bir məsələlərdir. Və Həzrət Peyğəmbər salavatullah buyurur ki, hər kəs piyada həccə gedə, hər addımdan 700 savab qazanar, miliklə getsə isə 70 savab qazanar. Həccin bir neçə, yəni həccə ziyarətə getməyin bir neçə insanda təsiri vardır ki, insanın əxlaqını gözəlləşdirir, insana təsir buraxır. O, belə bir hədis buyururlar ki, deyir bir nəfər həccə gedəmişdən qabaq çox səğavətli əhl olub, həccə gedəndən sonra biraz əli bərkiyib. Nədir bunun sirri? Deyir, o həccə gedən adam ki, gedir həccə daş atır, şeytana daş atır, şeytana həmişə daş atanda şeytanın bədəninə bir dənə yara salır. Və qaydandan sonra şeytandan ona qarşı nifrət olur. O yaranı sağaltmalıdır. Şeytan da öz yaralarını sağaltmaq üçün o həccə gedib gələndən sonra onu mütləq yoldan çıxardır. Müəyyən bir şeylərlə hansısa bir gözəl xasiyyətini ona tərk etdirir. Ki, rahat olsun, onun bədəni, yaraları sağalsın. Yəni, belə bir şey də var. Və həcc insanın buyururlar ki, əxlaqına gözəl təsir göstərir. Yəni, bu o deməkdir ki, insanın maddi aslılığından və zahiri imtiyazlarından, rəngarəng geyimlərindən, zinət əşyalarından insanı biraz çətinləşdirir. Təkəbbürlüdən biraz uzaqlaşdırır. Bu, insanın əxlaqına təsir buraxır. Və insanı qaranlıq və günah dolu keçmişlərindən qoparıb, parlaq və səadətli, buyurun, səadətli bir yola çatdırır. Yəni, insan nə qədər ki, həccə gedəndən sonra, gedəmişdən qabaq görürsən də həyatında insanın günahlar olur. Amma həccə gedəndən sonra, gələndən sonra insanı sanki o günahlarına peşmançılıq çəkdirir. Və xüsusən də orada bir məsələni də insanlara buyurur ki, buyurun, insanları, müsəlmanlarda vəhdət yaradır. Neçə milyon insan bir yerə cəm olurlar, vəhdət göstərirlər. Bu insanda təsir göstərir.
İnşallah olar. Və həccin bir dənə də mədəni yönü vardır ki, bütün müsəlmanlar bir-birləri ilə orada otururlar, həm söhbət olurlar, bir-birlərinə qarşı dualar eləyirlər, gözəl sözlər deyirlər, Quran oxuyurlar və insanlar bir-birlərinə qarşı mehribançılıq göstərirlər. Söz bundadır ki, yəni əsl həqiqətdə, həqiqi mənada gedib həcci ziyarət eləyənlər ki var, bunlara aiddir bu söhbətlər. Və insanı bir təsir də budur ki, Allaha insanın diqqətini daha da çoxaldır. Gelirsən Kəbəni görürsən, Kəbəyə baxmaq özü bir ibadətdir. Və Kəbəni görəndə Allaha sənə xatırladır. Görürsən belə bir şey var, deyir, o insanlarla oturdur ki, onu görəndə Allah düşsün yadına. Yəni belə bir şey var. İnsan Allaha xatırlatsın. Və həccə gedən müsəlmanlar Allahın qonaqları sayılır. Allahın qonaqları sayılır. O qonaqlara da hörmət eləmək digər bir şəxsin borcudur ki, ona hörmətlə yanaşsın. Və orada ki, insanlar bir əməl də var ki, təvaf edirlər. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, kim Allah evini 7 dəfə təvaf etsə, 2 rükət təvaf namazı qılsa, Allah Teala onun günahlarını bağışlayır. Bunu bilmək lazım, bilməliyik ki, biz insanların günahının bağışlanması üçün 2 dənə əsas zaman, vaxt var ki, istifadə eləmək lazımdır. Bəli, biri Ramazanın əhya gecələrindədir, biri də həccə girəsən, Ərafat çölündə Allahdan öz günahlarını istəyəsən. Burada mütləqdir Allah insanın günahını bağışlayır. Və orada Həcərül İsmail var, Həcərül Əsvət var, Qaradaşlı vardır. O Qaradaşın da, yəni buyurduqlara görə ağdaş olub, insanların üzündən ağarıb, günahlar üzündən ağarıb, belə bir rəvayətlərdə olunub. Onun hündürlüyü 1,5 metr hündürlükdədir və 30 santimetr böyüklüyündə olan bir daşdır ki, ona həm də bəxtəvər daşı deyilir. Ki, qeybdən gəlib ki, onu ora qoyublar. Bunlar deyilən bu Həcər-ül Əsvəddir, Səfa Mərvadır, həcdə ki, o əməllər ki, yerinə yetirilir, bunlar hamısı Allahın nişanələridir. Allahın nişanələridir. Allahın nişanələrinə də gərək hörmətlə yanaşırsan. Bəli, hörmətlə yanaşırsan. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Zəlikə, Bismillahirrahmanirrahim, Zəlikə və mən yuazzimu şəairəllah fə innəha minəl təqvəl qulub. Buyurur ki, budur deyir, həccin ayinləri, bu həcc mərasimi ayinləri, hər kim Allahın nişanələrinə hörmət etsə, bu qəlblərinin təqvasının əlamətləridir. İnsanın təqvasının əlamətidir ki, Allahın nişanələrinə hörmətlə yanaşır. Başqa bir ayədə Səfa və Mərva dağında arasında ki, qaçırsan 7 dəfə, bunun da hadisəsini bilirsiniz. Hacər xanımın İsmail üçün su axtarması, 7 dəfə qaçması və İsmailin ayağının altından suyun çıxması, zəmzəm suyu. Bu Səfa Mərva dağı da Allah Teala buyurur ki, İnnə səfər vəl mərvə min şəairillah. Səfa və Mərva dağı deyir, Allahın nişanələridir. Allahın nişanələridir. Və sonda bunu deyirəm ki, bu əsas üzümüzə inşallah qurbanlıq gəlir. Ayın 6-sı, 7-si Qurban bayramıdır. Allah bütün müsəlmanların Qurban bayramını mübarək eləsin. Allah xüsusən bizlərə həcdə qurban kəsməyi nəsib eləsin inşallah. Əlbəttə, orada vacibdir, burada təkid olunmuş bir əməldir ki, yerinə yetirirsən. Bu qurbanlıq da hadisəsi bildiyimiz kimi İbrahim Peyğəmbərin niyyətindən və oğlu İsmaili qurban kəsməsi bir hadisədir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Rəbbi həbli minəs salihin. Həzrəti İbrahim Peyğəmbər Allaha buyurdu ki, ey Rəbbim, mənə bir salih olan övlad əta elə.
Allah da ona bir övlad əta eləyir. Buyurur ki, fəbəşşərnəhu biğulamin halim. Biz deyir ona halim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. Və fəbəşşərnəhu, bəşarət verdik. Və sonra buyurur ki, Allah Teala fələmmə bələ'ə mə'əhu sə'a. Buyurur ki, o böyük uşağın indi hansı yaşda olmasını buyurur ki, bu uşaq 13 yaşında yazırlar alimlər sinnində idi ki, yəni o qaçırdı o tərəfə, bu tərəfə, atası ilə qaçırışırdı, yəni gəzirdi, bu cür vəziyyətdə idi. İndi orada 13 yazılmıyor, bu alimlərin buyurduğunu deyirəm. Sonra buyurur ki, qalə ya bunayyə innə ərə fil mənami ənni əzbəhukə. Buyurur ki, oğluna, buyurur, ey oğlum, mən yuxuda gördüm ki, səni kəsirəm, qurban kəsirəm. Yuxuda görmüşəm. Sən nə deyirsən bunun haqqında? Burada da atanın övladla münasibəti, diyaloqunu Allah bizə göstərir. Necə ədəblə, necə ərkanla bir-birlərinə qarşı müraciət edirlər. Sonra buyurur ki, fənzur maza tərə. Buyurur ki, bax gör nə düşünürsən. İbrahim Peyğəmbər oğluna deyir, İsmailə deyir. Oğlu da cavab verir, buyurur ki, qalə, dedi, ya əbəti, if'al ma tu'məru. Buyurur ki, ey ata, o şey ki sənə əmr olunub, ona əməl elə. O işi gör. Allah ki sənə o işi əmr eləyib, o işi gör. Buyurur ki, sətəciduni şəallah minə sabirin. İnşallah deyir, görəcəksən ki, mən səbr edənlərdən olacaq. Bu, İbrahim Peyğəmbərlə oğlu İsmail arasında olan diyaloqdur ki, Allah Teala bunu bizə buyurur, Allah qoysa məni səbr edənlərdən olduğumu görəcəksən. Ayənin axırı bundan ibarətdir, qısa danışıram inşallah. Fələmmə əsləmə və təlləhul lili cəbin. Hər ikisi deyir, Allahın əmrinə tabi oldular və İsmaili İbrahim Peyğəmbər apardı Mina dağına, o hadisəni day demir, bu danışır ki, deyir, İsmailin üzünü qoydu torpağın üzünə. Həzrət İbrahim Peyğəmbər də hadisəsi bundan ibarətdir ki, yazırlar tarixlərdə ki, oğlunu 3 dəfə yuxuda gördü, o da Zilhiccə ayının 7-sində gördü yuxunu və o tez olmalıdır ki, bəs öz əhdinə vəfa eləməlidir. Əlbəttə, bu İbrahim Peyğəmbər üçün bir imtihan idi, ilahi bir imtihan idi. Və bunlar deyir, üzünü qoyur, sonra buyurur ki, vədəynəhu ən ya İbrahim, və Allahdan bir nida gəldi ki, ey İbrahim, ey İbrahim, qad səddəqtə rüya, buyurdu ki, artıq sən öz yuxunu təsdiq etdin. Öz yuxunu təsdiq etdin, həqiqətən bu açıq-aşkar, açıq-aydın bir imtihan idi. Buyurur ki, sonra buyurur, və hədəynəhu bizibhin əzim, biz onun əvəzinə böyük bir qurbanlıq, əzəmətli bir qurbanlıqla əvəz etdik. O da məlumdur ki, qoyun olub. Bəli. Orada deyirlər ki, İmam Hüseyin Əleyhisselam. Bəli. Bəli. Burada hədislərdə var, buyururlar ki, əgər İsmailin, yəni qoyundan əzəmətli bir heyvan olsaydı, Allah onu gətirərdi. Sonra buyurur ki, وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ. Sonradan gələnlər buyurur ki, arasında ona gözəl xatirələr qoyduq. Ta bu əbədi olaraq dünya durduqca bu hadisə yaşanacaqdır. Əlbəttə, yenə deyilən, bunlar hamısı Allahın İbrahim Peyğəmbər haqqında bir imtihanı edir ki, insanları, hər bir Peyğəmbər ilahi imtihanlar müqabilində gözəl surətdə, öz imtihanından yaxşı surətdə keçirilir. Allah Teala bir daha bu həccə gedənlərin həclərini Allah qəbul eləsin, kəsilən qurbanları qəbul eləsin, orada edilən duaları, Allah dualarımızı, ibadət itaətlərimizi qəbul eləsin inşallah. Sağ-salamatla geçsinlər və sağ-salamatla qayıtsınlar inşallah. Allah Teala gələn günlərimizi xeyrə müvəttər eləsin, Allah şəhidlərimizi rəhmət eləsin,
Allah qazilərimizə şəfa inayət eləsin. Allah Teala gələn günlərimizi xeyrə müvəffəq eləsin. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə eləyək. Allahümmə salli əla Muhammed və ali Muhammed.